Nurlan müəllim, sərhəd qoymaq egoistlikdir, yoxsa özünə hörmət? Egoistlik və özünə hörmət arasında çox nazik bir cizgi var. Belə deyək də, hər sərhəd qoymaq egoistlik də hesab olunmaz, hər sərhəd qoymaq özünə hörmət də hesab olunmaz. Amma bəzi məqamlarda insanın digər şəxslərlə münasibətinə sərhəd qoya bilməsi onun özünə hörmətindən doğa bilir, bəzən də egoistlikdən doğa bilir. Çünki egoist insanlar özünü digərlərindən üstün hesab edən insanlardılar. Daha dəyərli hesab edən insanlardır. Əgər bir şəxs digərini dəyərsiz hesab etdiyinə görə, özünü ondan daha üstün bildiyinə görə sərhəd qoyursa, bu egoizmin göstəricisi və nişanəsi ola bilər. Və yaxud da əgər bir insanla münasibətdə o insan doğrudan da dəyərə və ləyaqətə, insani meyarlara uyğun olan bir şəxs olmadığına görə onların da sərhəd qoyursansa, bu insanın özünə olan hörmətindən doğa bilər. Yəni, burada qayıdır məsələ qarşı tərəfin kim olmasına və insanın özünü hansı həddə tanıya bilməsinə. İnsan özünü doğru düzgün tanıya bildikdə, insan qarşı tərəfi daha yaxşı tanıya bildikdə, təbii ki, bu zaman onun qoyduğu sərhəd onun özünə olan hörmətindən doğa bilər. Amma əgər insan qarşı tərəfi doğru düzgün tanıya bilməsə, özünü doğru düzgün tanıya bilməsə və ya yanlış meyarlarla, sırf dünyəvi meyarlarla və ya maddi meyarlarla yalnız bir insanı dəyərləndirərək arasına sərhəd qoyursa, çox zaman bu sərhəd egoizmdən doğan sərhəd olur.